Dostlar, ekrandakı bu qollara baxın. Sizcə bu illərlə çəkilən əziyyətin, ağır məşqin və natural qidalanmanın nəticəsidir? Yox. Bu natural bodybuildingin ən böyük düşməni və ən böyük yalanı olan sintol maddəsidir. Sintol steroid deyil, o əzələni böyütmür. Bu əzələ toxumalarının arasına iynə ilə yeridilən sintetik bir yağdır. Videodakı bu adamın əzələləri yox, əslində yağ şişləri böyüyür. Onlar sadəcə bədənin müəyyən hissələrini süni şəkildə doldururlar ki, əzələli görünsünlər. Bəs bunun bədəli nədir? Bu yalançı əzələlərin bədəli çox ağırdır. İnyeksiya zamanı yağ damara düşərsə infarkt və yaxud insult ola bilər. Əzələ toxuması məhv olur, yəni qanqren olur. Nəticədə qol və ayaq amputasiya edilir və yaxud ən pisi bədən bu yağı tanımır və daxili orqanları zəhərləyir. Sintol istifadə edənlər özlərini və ətrafı aldadırlar. Əsl sağlamlığı heç bir iynə ilə əvəz etmək olmaz. Fitness üçün profilimizə abunə olun, videolarımıza axıra qədər dinləməyi unutmayın. Sağ olun.